Salam hörmətli tamaşaçılar. Bugün dünyanın siyasi gündəminə damğa vuran ən mühüm sənədlərdən biri barədə ABŞ Prezident Administrasiyasının yeni milli təhlükəsizlik strategiyası haqqında danışacağıq. Prezident Donald Trump tərəfindən təsdiqlənmiş bu strategiya təkcə Amerikanın gələcək xarici siyasət kursunu deyil, həm də Avropa ilə münasibətlərin, Ukrayna müharibəsinin və qlobal güc balansının necə dəyişəcəyini göstərən mühüm siqnallar verir. Sənəddə səslənən kəskin tənqidlər, NATO-ya dair yeni yanaşma, Avropada miqrasiya və demokratiya ilə bağlı iddialar isə qoca qitədə ciddi rezonans doğurub. Gəlin bu sənədin mahiyyətinə və beynəlxalq siyasətə təsirinə birlikdə nəzər salaq. ABŞ Prezidenti Donald Trump administrasiyası yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. 33 səhifəlik sənəd dekabrın 5-də Ağ Evin saytında dərc edilib və əvvəlki Prezident Joe Bidenin 2022-ci ildə qəbul etdiyi strategiyanı tamamilə yeniləyir. Sənəddə bildirilir ki, ABŞ-ın 10 illiklər boyunca dünyanın ən güclü və uğurlu dövləti olaraq qalması üçün ardıcıl və məqsədyönlü qlobal strategiya lazımdır. Yeni siyasətin ideoloji əsası Amerika First, yəni öncə Amerika konsepsiyasıdır. Trump sənəddə vurğulayır, nə edirik etsək də ilk növbədə Amerikanın maraqlarını düşünürük. Avropa ilə bağlı bölmədə ABŞ-ın birinci məqsədi kimi Ukraynada müharibənin dayandırılması qeyd olunur. Strategiyada deyilir ki, Rusiya-Ukrayna müharibəsi Avropanın Rusiya ilə münasibətlərini ciddi şəkildə zəiflədib və bir çox Avropa ölkələri Rusiyanı ekzistensial təhlükə kimi görür. Sənədə görə ABŞ-ın başlıca maraqlarından biri müharibənin mümkün qədər tez dayandırılması, Avropa iqtisadiyyatının sabitləşdirilməsi, eskalasiyanın qarşısının alınması və Ukraynanın müharibədən sonrakı bərpasıdır. Strategiyada Avropa ölkələrinin siyasəti də sərt şəkildə tənqid olunur. Sənəddə iddia edilir ki, Avropa rəhbərləri Ukrayna müharibəsi ilə bağlı real olmayan gözləntilər yaradır, demokratik prosesləri zəiflədir və cəmiyyətin sülh istəyini siyasətə çevirmirlər. Vaşinqton Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşınmasını istəyir. Sənəddə NATO-nun genişlənməsinin dayandırılması çağırışı da xüsusi yer tutur. ABŞ hesab edir ki, alyansa daimi genişlənən struktur kimi baxmaqdan imtina edilməlidir. Strategiyanın Avropaya həsr olunan hissəsi qitədə ziddiyyətli reaksiyalar doğurub. Sənəddə bir neçə ölkənin miqrasiya səbəbi ilə yaxın 10 illiklərdə qeyri-Avropalı əksəriyyətə çevrilə biləcəyi iddia edilir. Sağ partiyalara qarşı senzura və söz azadlığının məhdudlaşdırılması tənqid olunur. ABŞ həmçinin Avropadakı siyasi kursu dəyişdirmək üçün diplomatik və siyasi səylərini artıracağını bəyan edir. Bəs Avropa liderləri yeni sənədə necə reaksiya göstərdilər? Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bəzi tənqidlərin həqiqətən də doğru olduğunu bildirib və Avropanın öz gücünü, xüsusilə Rusiya qarşı yetərincə qiymətləndirmədiyini etiraf edib. Polşa baş naziri Donald Tusk ABŞ-a müraciətdə yazıb, Avropa sizin problemimiz deyil, ən yaxın müttəfiqinizdir. Bizim ortaq düşmənlərimiz var. Almaniyanın Xarici İşlər naziri Johann Wadephul isə daha sərt reaksiya verərək bildirib ki, Almaniya azad söz və demokratiya ilə bağlı dərs almağa ehtiyac duymur. Strategiyada ABŞ-ın xarici sərhədlərinin qorunması milli təhlükəsizliyin əsas elementi kimi göstərilir. Qərb yarımkürəsi ölkələri ilə münasibətlərdə isə ABŞ onların Çinin təsirinə qarşı dayanıqlığını əsas meyar hesab edəcək. Sənəd Çinə qarşı açıq qarşıdurmadan qaçmağı və Asiya Sakit Okean bölgəsində müharibənin qarşısının alınmasını vacib sayır. Tayvan məsələsində status quo-nun dəyişməsinə, yəni Çinin adanı güc yolu ilə ələ keçirilməsinə ABŞ-ın qəti şəkildə qarşı olduğu qeyd olunur. ABŞ sənəddə qərb dəyərlərinin qorunmasını vacib sayır və Avropada miqrasiyanın identiklik üçün təhlükə yarada biləcəyini iddia edir. Beləliklə, ABŞ-ın yeni təhlükəsizlik strategiyası həm Avropa, həm Rusiya, həm də qlobal güc balansı üçün yeni reallıqlar formalaşdırır. Trump administrasiyasının sərt tənqidləri, NATO-nun gələcəyi ilə bağlı qeyri-ənənəvi yanaşma və Ukraynada müharibənin dayandırılmasını prioritet elan etməsi yaxın aylarda beynəlxalq siyasi gündəmdə əsas başlıqlardan biri olacaq. Biz də bu prosesləri diqqətlə izləyəcək və baş verənlərdən sizi xəbərdar etməyə davam edəcəyik. Sağ olun, bizimlə qalın.